Dostlar, asfalt yolun üstündədir. Gördüğünüz kimi. Bakın dostlar. 2 mərtəbə 5 otaqlı evdir. Düz asfalt yolun üstündə. İndi sizə göstərəcəm bunların hamısını. Bax, burası öz yerimizdir. Maşın saxlamaq üçün. Həyətə də keçmək olur. Pultla asıb bağlanan darvazası var. Qapısı atdenidir. Bakın dostlar. Bu da evin qabağıdır. Evin qabağına baxın. Bax, bura evin qabaq bağ yeridir. Video sona qədər baxın. Ünvanlı qiymətini videonun sonunda deyəcəm. Dostlar, çox gözəl yerdədir. Çox əla yerdədir dostlar. Düz yolun qırağı. Keçək həyətə. Baxın dostlar. Bu evin həyətidir. Həyətində belə bisetkası var. Üstü bisetka, altı baseni. Altı moyka, üstü çay evi. Onun kimi bir şeydir dostlar. Yəni mükəmməl bir şeydir. Baxın, görün nə gözəldir. Əl işləridir hamısı dostlar. Əl işləri. Baxın. Baxın, həyəti də var. 3 sotun içində. 5 otaq evdir. Birinci mərtəbə, ikinci mərtəbə arası beton, monolitdir. Bağı göstərim sizə. Mən bu evin padvalına da düşmək olur ha. Yəni bilməyin. Evin padvalı yoxdur ya yerdən də. Buna baxın. Görürsünüz dostlar. Buradan tomu evin altına keçmək olur. Burada da toyuq düzələrdir. Saxlamağa, əldamı kimi. Burada bağ yeridir. Bütün ağaclar, zatlar var. Da meyve ağacları, işıqları var. Həyat hamısı işıqlıdır. Yaşayışlı evdir da dostlar. Yaşayışlı evdir. Özünə tikilən həyat evidir. Burada da yenə deyirəm, baseni, üstü də bisetka. Gözəldir, görürsünüz. Nə gözəldir. İndi suyu doldurmayıblar da, su dolduranda başa maraqlı olur. Gözəl olur, qəşəng olur. Keçək evin içini sizə göstərim. Gəlin, gəl dalımıza.